Namaz qılmaq, ibadət etmək böyük nemətlərdən biridir. Bu əməli, bu feili bütün peyğəmbərlər edir. Bütün peyğəmbərlər namaz qılan olub. Həmçinin namaz insanın ağlına gəlmədiyi bəlaları qaldırır. Adəm əleyhissalam yəni bədəninə yara çıxır. O yara bütün bədənini bürüyür, hətta boğazına qədər gəlib çatır. Və Adəm əleyhissalam o yaranı görəndə dözə bilmir. Başlayır namaza. O qədər namaz qılır ki, Allah Azze ve Celle çiynlərə qədər salır o yaranı. Şəfa tapır ya. Sonra durur yenə namaz qılır. Yəni, uzun-uzadı namazlar qılır. Hətta ayağından çıxana qədər çıxıb gedir. Alimlər ki, namaz onun bəlasını qaldırdı. İnna salate tenha anil fəhşəi vel munkar. Namaz insanı fuhuş, pis, münkər əməllərdən təmizləyir, uzaqlaşdırır. Və həmçinin namazın faydalarına bax qardaş, insanı münkər, pis yoldaşlardan, dostlardan qoruyur. Və namaz insana gözəl dostlar bəxş edir, salih dostlar, sadiqlər. Bax, namaz qılanların əksəriyyəti sadiqlər olur. Ola bilər içində yalan danışan olsun, pis işlərlə məşğul olan olsun. Amma namaz əhli əksəriyyəti salihlərdir. Allah Azze ve Celle deyir ki, وَكُونُ مَعَ الصَّادِقِينَ. İman gətirənlər Allahdan qorxun və sadiqlərlə bərabər olun.